yayda çox istifadə edirik. Bu plavki sözüdür. Plavki oldu geçim. Filolog. Xahiş ederim Azərbaycan danışın. Filolog yox, dilolog. Dilolog. Başla. Bəli. Dilolog. Diller Üniversitesi'nin dasenti. Bəli. Krakadil müəllim. Xahiş ederim Azərbaycanca danışın. Krokodil yox, krekadil. Sizce ilkin mərhələdə hansı əcnəbi sözləri biz bizim milli sözlərlə dəyişməliyik? İlk növbədə biz hər bir Azərbaycan ailəsinin yaxın bir üzvünə çevrilmiş PCR test sözünü dəyişdirməliyik. Belki PCR olmalıdır YBG. YBG nə deməkdir? 70 manat burnundan gəlsin. Hörmətli veriliş iştirakçılar, icazə verin mən də deyim ki, bizim institutumuzun da işi var bu işdə. Bəli, buyur. Biz də bir neçə sözlərə tərcümə vermişik. Buyur. Deməli, birinci söz deməli zaryatka sözüdür. Zaryatka oldu, sox doldur. Rozetka sözü var, rozetka. Sox doldura, sox doldur. Ondan sonra silikon sözü. Silikon sözü oldu dodak büz. Ya da ki sinə şiş. Sonra unitaz çok görmüş. Striptiz sözü için varyant var. Striptiz için hemşe varyant var. Striptiz oldu trubasürt. Truba Rus sözüdür axı. Hadi yaş olsun durpasürt. Turbasür. Bəs onda kişi striptizine ne diye? Kişi striptizi Lütfeli. Kadın striptizi Lütmila. Ondan sonra bir söz var ki, hansı ki biz demək bu əşyanı yayda çox istifadə edirik. Bu plavki sözüdür. Plavki oldu geçim. Ne geyçim hə? Mənim işim gücüm tutarıb yayda plaja gedim hansısa geynə çimiyim. Yok. Həbəs ayıbdır. Hoşuna gelmir olsun çim tuş. Nə fşiyor? Fşiyor Rus sözüdür. Rus sözüdür. Sadece olarak biz buna bir varyant tapmadık. Təklif edirəm ki, gəlin biz bu fsiyo sözünü Ruslardan alaq. Olsun bizimki. Əla fşiyor. Onda akşam səni turbasürtə dəvət edirəm. Pintumuşlu sinə şişlərə baxaq. De görüm Lütmilalar olacaq. İstəsən laf lütfəllər də çağırarıq. Mən bir çox görmüşə deyim gələm. Sən orada bir Verincimiz sona çattı.